əziz əkizlər və yüksələn əkizlər. Yaxşı ki gəldiniz, xoş gəlmisiniz. İndi birlikdə sizin 2026-cı ilinizi danışacağıq. 2025-i yola salmağa çox az qalmışkən, yeni ildə göydəki planet hərəkətləri sizin necə təsirləndirəcək? Hamısını tək-tək nəzərdən keçirəcəyik. Jüpiter sizə hansı sahələrdən şans və fürsət gətirəcək? Saturn sizə hansı vəzifə və məsuliyyətləri yükləyəcək? Hamısını sizin üçün izah etməyə başlayıram. 2026 niyə önəmlidir? 2026 həqiqətən əhəmiyyətli bir ildir. Çünki bu ildə ağır hərəkət edən nəsil planetləri və Saturn kimi yavaş irəliləyən planetlər artıq torpaq və su elementlərindən çıxıb, od və hava elementlərinə keçməyə başlayır. Bu isə ümumi olaraq özümüzə güvən hissinin artdığını, özümüzü ortaya qoymaq üçün daha cəsarətli olacağımızı, təşəbbüskarlığımızın yüksələcəyini göstərir. Düşünmədən atılmaq mənasında yox, amma daha atəşli, daha dinamik tərəfimizlə bir çox işi həll edəcək gücü özümüzdə tapacağıq. Bəs, mən hansı sahələrdə şanslı olacağam deyirsinizsə, əziz əkizlər və yüksələn əkizlər, indi elə oradan davam edək. Jüpiter və pul sahələriniz. Bu ilin ilk 6 ayında, 30 iyuna qədər, Jüpiter pul evlərinizdə hərəkətdə olacaq. Bu tranzit maddi mövzularda sizə çox gözəl imkanlar gətirmə potensialına malikdir. Gəlirləriniz arta bilər. Etdiyiniz yatırımların qarşılığını daha rahat görə bilərsiniz. Qızıl, gümüş, platin, palladium, dollar, birja, səhm. Qısası, pulumuzu hara yönəltmisinizsə, bu il onların meyvəsini yığma ehtimalınız yüksəkdir. Sezgiləriniz güclü çalışacaq. Kimdən, hardan məlumat almağınız lazımdırsa, doğru insanlar qarşınıza çıxacaq və aldığınız tüyolar yerinə otura bilər. Nəticə olaraq da gözəl qazanc əldə edə bilərsiniz. Yatırım etmirsinizsə belə, maaşla işləyirsinizsə, əlinizə gələn pulun bərəkətini hiss edə bilərsiniz. Normalda bu pul mənə çatmaz dediyiniz məbləğin bütün ay sizə yetdiyini, nəsə bir şəkildə çoxaldığını görə bilərsiniz. Uzun müddətdir ala bilmədiyiniz bir borc qaytarıla bilər. Gözlədiyiniz miras məsələsi həll oluna bilər. Ailənizdən maddi dəstək gələ bilər. Yəni, müxtəlif vasitələrlə cibinizə pul girə bilər, əziz əkizlər və yüksələn əkizlər. Mən Jüpiter pul evindən keçəndə həmişə bunu deyirəm. İnsan çox tez rahatlığa alışır. Onsuz da gəlir, bir yolunu taparam, mənə heç nə olmaz, deyə düşünməyə başlasanız, gələn pulu düzgün dəyərləndirməyə bilərsiniz. Əlbəttə, qazandığınız pulu evinizə, ailənizə, yuvanıza və sizə zövq verən şeylərə xərcləyəcəksiniz. Bunda problem yoxdur. Onsuz da xərçəng təsiri ilə ev, ailə, qida, yemək-içmək tərəfinə daha çox pul xərcləməyə meyillisiniz. Amma bununla yanaşı, mütləq bir qismini kənara ayırın. Yastıq altı, depozit, fərq etməz. Pis gün üçün saxlamağı unutmayın. Jüpiter bu sahədə üzünüzü güldürəcək. 30 iyuna qədər maddi baxımdan çox gözəl inkişaflar potensialı var. Xüsusilə 3 yanvar ətrafı və 9 iyun civarı pul mövzularında sevindirici hadisələr gündəmə gələ bilər. 30 iyundan sonra. Yaxın çevrə və ünsiyyət sahələriniz 30 iyundan sonra isə şans enerjiniz pul sahələrindən çıxıb yaxın çevrə sahələrinizə keçir. Bu dəfə şansı qardaşlarınız, bacılarınız, qohumlarınız, kuzenləriniz, qonşularınız və çox yaxın dostlarınız vasitəsilə almağa başlayacaqsınız. Onların həyatında yaşanan xoş hadisələr sizin də sevinç və motivasiyanızı artıracaq. Nişan, toy, uşaq müjdəsi kimi ailəvi səbəblərlə bir araya gəlib sevinəcəyiniz xəbərlər ala bilərsiniz. Eyni zamanda bu dövr onlarla əlaqələrinizi yenidən qurmağınıza da şərait yaradacaq. Digər tərəfdən, 3-cü eviniz Aslan burcunda olduğu üçün zaman-zaman qardaşlarınıza, qohumlarınıza və yaxın dostlarınıza qarşı biraz patronluq eləmə, idarə etmə, yönləndirmə meyliniz arta bilər. Aslan həm təqdir görmək istəyər, həm də idarə etməyi sevər. Bu səbəbdən, əgər bu sahələrdə ara-sıra restləşmə, ego qarşıdurması yaşayırsınızsa, həm problemləri çözmək, həm də münasibətləri yaxşılaşdırmaq baxımından bu ili çox səmərəli istifadə edə bilərsiniz. Bura eyni zamanda kommunikasiya evidir. Satış, tanıtım, reklam, marketinq, rəqəmsal platformalar, sosial media, radio, TV, logistika, nəqliyyat,
təhsil, hamısı bu evlə bağlıdır. Bu sahələrdən hər hansı birində işləyirsinizsə, Jupiter təsiri ilə ilin ikinci yarısında böyük fürsətlər qarşınıza çıxa bilər, əziz əkizlər. Zaten satış və müqavilə, danışıq mövzuları təbiətcə sizin çox yaxşı bacardığınız sahələrdir. Öz mağazanız, məhsulunuz və ya xidmətiniz varsa, bunları daha asan sata, daha geniş kütlələrə çata bilərsiniz. Saturn və məsuliyyət sahələriniz. İndi keçək Satürnə. Son 2,5 ildə Saturn balıq bürcündə idi və bu müddətdə sizin karyera sahənizi təsirləndirirdi. Bu dövrdə işiniz, peşəniz və cəmiyyətdəki mövqeyinizlə bağlı tez-tez "Mən həqiqətən doğru yerdəyəm" sualını özünüzə vermiş ola bilərsiniz. Sizi xoşbəxt etməyən karyera hədəfləri, yanlış seçimlər və kifayət etməyən iş mühitləri daha çox üzə çıxa bilərdi. Status, nüfuz, atsan mövzularında çətinliklər, eniş yoxuşlar yaşamış ola bilərsiniz. İndi bu dövr yavaş-yavaş bağlanır. 14 fevraldan etibarən Saturn sizin sosial çevrə və dostluq evinizə keçir. Qarşımızdakı 2,5 il ərzində ətrafınızda kimlərin olduğu, kimlərlə yol yürütdüyünüz, hansı qruplara, cəmiyyətlərə aid olduğunuz çox daha önəmli olacaq. Üzvü olduğunuz dərnəklər, siyasi strukturlar, klublar, sosial qruplar. Bu mühitlər məni bəsləyir, mənə yaxşı gəlir, gələcəyimə xidmət edir sualını tez-tez soruşacaqsınız. Bəzi dostlarınızla aranıza məsafə girə bilər. Bəzilərinin tədricən sizdən uzaqlaşdığını görə bilərsiniz. Siz heç nə etməsəniz belə, bəzi insanların həyatınızdan öz-özünə çıxması, artıq sizin yolunuzla uyğunlaşmadıqlarına işarə ola bilər. Bura eyni zamanda gələcək planları evinizdir. Gələcəyinizi formalaşdıran insanlarla bir yerdə olmaq, sizi bir pillə yuxarı daşıyacaq şəxslərlə yol yürütdüyünüzdən əmin olmaq daha dəyərli olacaq. Saturn bu sahələrdə ciddi bir seçim və yetkinləşmə dövrü başlatacaq. Bu ev həm də işdən gələn gəlirləri və ananızın pul sahəsini təmsil edir. Bu mövzularda ara-sıra əlavə məsuliyyətlər, məhdudiyyətlər, gecikmələr yaşaya bilərsiniz. Amma Saturnun qaydası aydındır. Əmək verirsənsə, qarşılığını alarsan. Çox çalışıb intizamlı olsanız, maddi baxımdan qalıcı qazanc əldə edə bilərsiniz. Amma bu qazanc dərhal yox, zamanla və davamlı şəkildə gələcək. Səbir, sabitlik və real planlama bu dövrün açar sözləridir, əziz əkizlər. Həmçinin QHT, dərnək, fond, partiya və ya hər hansı kollektiv bir strukturda vəzifə, məsuliyyət üstlənmə ehtimalınız da yüksək görünür. Tutulmalar və önəmli sahələr. Tutulmaların gətirdiyi enerjilərlə davam edək. 3 martda baş verəcək tutulma, ev, ailə və yuva mövzularında önəmli qərarlar almanıza səbəb ola bilər. Son dövrlər ailə içində çətinlik yaşayıbsınızsa, ən böyük təzyiqi ailə mövzularında hiss etmisinizsə, bu tutulma ilə birlikdə "Mən burada nə etməliyəm?" sualına daha aydın cavablar tapa bilərsiniz. 28 avqustdakı digər tutulma isə karyera sahənizdə baş tutacaq. İşiniz, peşəniz, cəmiyyətdəki yerinizlə bağlı ani qərarlar, sürətli inkişaflar, gözlənilməz dəyişikliklər ola bilər. Və bu dəyişikliyi çox güman ki, ilk addım olaraq siz başlada bilərsiniz, əziz əkizlər. Əslində bu 28 avqust tutulmasının təsirləri may ayının ortalarından etibarən şimal ay düyünləri tərəfindən hərəkətə gətirilir. Buna görə də xüsusilə may ortası və avqust dövrü karyera və iş qərarlarınızda diqqətli, şüurlu və balanslı olmanız lazım olan bir zaman aralığıdır. Eyni zamanda ananızın həyatında və ya evlisinizsə, həyat yoldaşınızın ailəsi ilə bağlı mövzularda da sürətli hadisələr baş verə bilər. Uranusun əkizlər bürcünə keçidi. İndi keçək Uranusa. 26 apreldən etibarən Uranus əkizlər bürcünə keçir və uzun müddət asanlıqla çıxmamaq şərti ilə bürcünüzdə irəliləməyə başlayır. Qarşıdakı təxminən 7 ildə tədricən həyatınızı, baxış bucağınızı, duruşunuzu tamamilə dəyişdirən bir prosesdən keçəcəksiniz. Günəş bürcünüz əkizlərdirsə, Uranus günəşinizlə təmasda olduğu dövrlərdə sürətli, ani, gözlənilməz reaksiyalar verə bilərsiniz. Sinir sisteminiz adət etdiyinizdən daha həssas ola bilər. Ürək döyüntüləri, nəfəs alıb vermə, ağciyər və tənəffüs mövzularında diqqət tələb edən vəziyyətlər yarana bilər. Digər tərəfdən, Günəş-Uranus qavuşumları həyata tamam fərqli pəncərədən baxacağınızı göstərir. Qavrayışınız açılacaq, fərqindəlik səviyyəniz yüksələcək
texnologiya, süni intellekt, müxtəlif dillər, sıradışı təhsil metodları kimi mövzular həyatınıza daha çox daxil ola bilər. Əgər yüksələn bürcünüz əkizlərdirsə, yer dəyişdirmə, köçmə, başqa şəhərə və ya başqa ölkəyə getmə, təhsil və səyahətlər mövzusunda sürətli qərarlar gündəmə gələ bilər. Xaricə yerləşmək, təhsil üçün başqa ölkəyə getmək, uzun səyahətlər, beynəlxalq bağlantılar. Bunlar qarşıdakı illərdə həyatınızda əhəmiyyətli yer tuta bilər. Dolça-Şir xəttindəki tutulmalar. Tutulma xətti artıq Dolça-Şir aksına keçir. 17 fevralda yaşanacaq günəş tutulması, səyahətlər, təhsil, xariclə bağlı işlər, ticarət girişimləri, hüquqi məsələlər sahələrinizi hərəkətə gətirəcək. Bu mövzularda sürətli inkişaflar, sürpriz fürsətlər və ya istiqamət dəyişikləri yaşaya bilərsiniz. Xariclə bağlı təhsil planlarınız varsa, ixracat işləri görürsünüzsə, məhkəmə prosesləriniz və hüquqi gözləntiləriniz varsa, bu dövrdə ani və gözlənilməz nəticələrə açıq olacaqsınız. Gözləntilərinizin tam əksi istiqamətdə nəticələr də çıxa bilər. Bu səbəbdən elastik qalmağınız çox önəmlidir. Xüsusilə 17 fevral civarında verəcəyiniz reaksiyaların tələsik yox, soyuqqanlı olmasına diqqət edin. Çünki bu dövr biraz yorucu və dalğalı ola bilər. Tutulma Dolça bürcündə olduğu üçün bir növ sizi də azadlaşmağa, sərhədləri genişləndirməyə çağırır. Onsuz da içdən-içə bəzi şeylərin dəyişməsi gərəkdiyini hiss edir. Amma yapışırsınızsa, bu tutulma sizin üçün dəstəkləyici də işləyə bilər. 12 avqustda Şir bürcündə baş verəcək tutulma isə yaxın çevrə, qardaşlar, qohumlar, qonşular sahənizdə önəmli hadisələri vurğulayacaq. 27 iyulda şimal-cənub ay düyünləri Dolça-Şir aksına keçir. Bu keçidlə birlikdə marağınızı və diqqətinizi daha çox səyahətlərə, uzaq əlaqələrə, az tanıdığınız insanlarla qurduğunuz münasibətlərə yönəltməlisiniz, əziz əkizlər. Təhsil fürsətləriniz varsa, onları tamamlayın. Ali təhsilinizi bitirməyə çalışın. Ticarət fəaliyyətlərinizi böyüdün. Hüquqi məsələlərdə yarımçıq qalmış işləri toparlayın. Bunlar bu dövrdə ön sırada olmalıdır. Öz qardaşlarınızın, qohumlarınızın məsələlərindən çox, evlisinizsə, eşinizin qardaşları və qohumlarının mövzularına yönəlməyiniz gərəkə bilər. Mən öz ailəmlə məşğul olmaq istəyirəm, niyə onların işi ilə maraqlanım, deməyin. Göy üzü sizi o tərəfdə məsuliyyət almağa çağıracaq. Bir tərəfdən yaxın çevrənizdən gözəl xəbərlər, şans və dəstək alarkən, ən çox gərginlik və stresi də yenə yaxın çevrənizlə yaşamaq ehtimalınız var. Xüsusilə 20 iyul civarında münasibətlər və ünsiyyət mövzularında diqqətli olmanızda fayda var. Merkuri, pul sahələri və diqqət tələb edən tarixlər. Maddi mövzularda da bəzi kritik tarixlər var. 17 may, 1 iyun arası Merkuri sizin bürcünüzdə olacaq. Önəmli iş görüşmələri, razılaşmalar, müqavilələr, danışıq və müzakirələr bu dövrdə sürətlənə bilər. Amma 29 iyundan sonra diqqət, Merkuri pul evinizdə geriləməyə başlayacaq. 29 iyun, 24 iyul arasında pul sahələrində hesab səhvləri, düşünmədən verilən maliyyə qərarları, borc alacaq mövzularında qarışıqlıq gündəmə gələ bilər. Bu müddətdə böyük maliyyə addımları atmamaq, borc götürmə-vermə məsələlərini yaxşı nəzarətdə saxlamaq faydalı olacaq. Digər tərəfdən 19 may, 13 iyun arası maddi baxımdan yenə dəstəkləyici, gözəl fürsətlərə açıq dövr kimi görünür. Sağlamlıq və gündəlik həyat. Sağlıqla bağlı xüsusilə 2 oktyabr tarixinə diqqət çəkmək istəyirəm. Venera bu tarixdə geri hərəkətə başlayır və sizin sağlamlıq, iş nizamı və gündəlik rutinlər sahənizdə geriləyəcək. Bu, həm iş mühitiniz, həm gündəlik temponuz, həm də fiziki sağlamlığınızla bağlı keçmişdən gələn bəzi məsələlərin yenidən gündəmə gəlməsi anlamına gələ bilər. Əvvəl yaşadığınız bir problem təkrarlana bilər. Köhnə bir sağlamlıq mövzusu yenidən sizi məşğul edə bilər. 14 noyabra qədər çox radikal qərarlar almamağa, məcbur deyilsinizsə, böyük əməliyyatlardan qaçmağa çalışın. Təbii ki, təcili vəziyyətlər bunun xaricindədir. 24 oktyabrdan sonra Merkurinin də eyni sahədə geriləyəcək olması, 13 noyabra qədər sağlamlıq və iş şərtləri mövzusunda əlavə diqqət tələb edən bir dövrə işarə edir. Bu müddətdə yeni həkim, yeni müalicə əvəzinə,
Daha əvvəl güvəndiyiniz metodlara dönmək daha ağıllı ola bilər. Sizin yeni ayınız və eşq dolunayı 15 iyunda bir yeni ay baş verir və bu yeni ay tam anlamı ilə sizin yeni ayınız, əziz əkizlər və yüksələn əkizlər. Həyatımızla bağlı önəmli addımlar atmaq, özünüzlə və duruşumuzla bağlı yeni qərarlar vermək üçün dəstəkləyici bir zaman kəsiyidir. 31 maydakı dolunay isə eşq həyatımıza işarə edir. 31 maydan sonra xüsusi həyatımıza daha çox zaman ayıra, münasibətlər içində böyüdüyünüzü və yetkinləşdiyinizi hiss edə bilərsiniz. Bu il münasibətlər sizin inkişafınızda önəmli rol oynayacaq və bir çox münasibət, fürsəti də yaxın çevrəniz vasitəsilə gələ bilər. Subaysınızsa, ətrafınıza biraz daha diqqətlə baxın. Bəlkə sizdən xoşlanan, amma bunu açıq şəkildə dilə gətirə bilməyən biri var. İyun və sentyabr ayları yeni tanışlıqlar, flört enerjisinin yüksəlməsi baxımından olduqca hərəkətli görünür. Umarım bu izahlar xoşunuza gəldi, əziz əkizlər və yüksələn əkizlər. 2026. Pul mövzularında kifayət qədər şanslı olduğunuz, doğru istifadə etsəniz, xəyal etdiyinizdən daha irəli addım